Mən də haqqımı istəyirəm. Mən küçədə qalım. Mənə niyə görə məsəl üçün həyat yanı sahə vermirsən? Bu qardaşın niyə həyat yanı sahə vermirsən? O niyə vermirsən ki? Mənim torpağım yoxdur. Gəl, hamı kirayələrdə sürünür. Mən bir də Sabirabadın icrasında yenə qəbulda olmuşam. Dedi ki, inşallah Qabil müəllimə deyir, ərizə yazacaq, məktub yazacaq deyir. Məktub yazacaqsa, prosedin heç nə olunmayacaq, burada icra olunmayacaq. Niyə? Bax, Qabil müəllim, belə tutmasın, 10 hektar sahə öz var, bölün ondan 3 hektar, 2 hektar, 3 hektar verin veteranlara da. Mən istəmirəm, başqa veteranlara verin. Bilək ki, verdi, can yandırırsın. Bir de bizim kəndin oğlusunuz, bizim kəndin çörəyin yemisiz, bizim kəndin suyun içmişsiniz. Biz də erməni deyirik ki, biz əgər torpaq davası eləmiş olsaydı, gedib müharibədə yəni döyüşməzdik. Yəni belə burada sizinlə döyüşərdik də. Yəni bu belə olmaz ki. Yaxşı deyəndə ki, mən o qaydasına başlayıram. Yola verməkdən başqa heç nə yoxdur burada. Yəni olmaqsa məcbur ki, başqa hərəkətlər eləyər. Bax, Səlyan cəmaatı da öz Mənim 15 hektar qazilərə ayrılır, boşa ödürürəm sən. Mənim 15 hektar qaziyə torpaq ayrılır. Mən 15 hektar müəllim niyə edirəm ki? 15 hektar 3 hektardan 5 hektar qaziyın payıdır. Bəs siz niyə görə bizim torpağımızı vermirsiniz 2 hektar? Torpaq olaraq mən niyə qaziyin gidib torpağını Sabirabadın icra başçısı Cənab Siracəddin müəllim sizə tapşırıq verməyib ki, Baxın öz dostlar, hamısı torpaq sahəsidir. Bax gördüyünüz bu kanaldan bu tərəfə qazilər və veteranlara verilən torpaq sahəsidir. Sadəcə bizim bu qırıq müsibətlə, bizim bələdiyyə sədrimizin nə bilim iştirakı ilə bu torpaq verilməlidir. Ala bilmirik. Bu torpaqlar satılıb, verilib, necədirsə biz bilmirik. Kəndində qazilər, veteranlar yol içib bura. Görürsünüz. Buradan bu kanaldan bu yana torpaq sahəsi verilməlidir. Cavab verən söhbət deyil ki, bələdiyyəmiz sizi, biz də sizə müraciət edirik. Cənab icra başçısı sizə göstəriş verib, siz də onu icra eləməlisiniz. Ən azından dəstək yetirməlisiniz. Məsəl üçün 5 hektar sahəniz varsa, ən azından can yandırmalısınız. Bir Azərbaycan vətəndaşı. Özü təbii. Gəlin, bu mənim kəndimin olsun. İkinci Qarabağ qazisi, ikinci Qarabağ veteranı bağlı olsan. Günləri yığışmışıq bura, yığışmışıq bura. Yoxsa yox, mənim şeyim, misal Əşdən yerləşməyik, əşdən yerləşməyik. 35 hektar sahədir. Qazi veterana verilmir. Bax, kim sahəsi bir imkanlı bir olan şəxs tərəfindən gəlir bura alıb əkilir. Biz də yığışmışıq bura, bu evlə qardaşlarımız var. Müharibədə tamamen olanlar. Bunlar haqqı ikilirlər. Buna görə biz bura haqqımızı tələb etmək gəldik. Bu günlər biz burada, yəni ya ölüm onun aldı ya da ki, qalım olsun. Yəni buradan giriş yoxdur. Çünki gəlsinlər, bələdiyyəmiz olsun. Haqqımızı versinlər. Haqqımızı versinlər.